Pasientimiz təxminən il yarım öncə bizə müraciət eləmişdi ki, bir neçə yerə müraciət elədim. Ortodontik müalicə ilə, yəni əməliyyatsız müalicə mümkün deyil. Amma biz bunu özlərimizə götürdük. Belə işlərimiz çox olub. Çətin mürəkkəb çənələrin ortodontik cəriyyəsi müalicəsini həyata keçirdik. Gördüyünüz kimi yuxarı çənənin öndə yığılmış vəziyyətdə səhv dişləm, yuxarı çənənin yan kəsir dişinin arxada qalması və yuxarı çənənin sola doğru, yəni içəriyə doğru batıq vəziyyətdə olması bu vəziyyətdə bizə müraciət eləmişdir. Və öz müalicəni apardıq, çənəni genişləndirdik, aparatsızdır, hətta aparatsız və bu nəticəni əldə eləmişik. Gördüyünüz kimi bağlayın, artıq tamamlanma işləri gedir. Yəni bu hissələrdə dişlər çölə çıxmış, tam qapanış vəziyyəti yaranmış və xəstəmiz gördüyünüz kimi artıq açıb bağlayın. Yəni bütün dişlər bir-birini tamamilə alternativ vəziyyətdə bağlab qapayır, diş qabarları bir-birini tamamilə örtür və qısa zamanda xəstəmiz artıq briketdən azad olub, tam çeynənməsi rahat vəziyyətdə. Necədir, yaxşıdır mı, rahatdır mı? Çox şükür, əladır. Necə oldu əvvəlcə, təxmin deyə bilərsiniz? Əvvəllər ya, utanırdım dişlərimdən, indi amma tam superdir, yəni dişlərim çox qəşəngdir. Çox razıyam doktor sizdən. Təşəkkür edirəm, sizə minnətdarım. Siz inanırdınız ki, bu düzələ çox yerə müraciət eləmişdiniz, Sizə mümkün inanırdım. deyildi. Sizə inanırdım. Təşəkkür edirəm, sağ olun. Sağ olun.